Evə gəldin, meyvə almısan, konfet almısan, birinci qız uşağına verir. Oğlandan çox qıza. Biri oturmuşdu, Peyğəmbər buyurdu ki, 3 qız kim böyütsə cənnət ona vacibdir. Biri də yanında dedi ki, bəs 2 qızı olsa, dedi 2 qızı olsa da cənnət vacibdir. Biri də 1 qızı olsa, dedi 1 qızı olsa da cənnət vacibdir. Nə üçün bunu deyir Peyğəmbər? Ona görə ki, evinə gedəndə qızının başına dolanacaq ki, sən mənim cənnətə getmək səbəbimsən, sən mənim xoşbəxtlik səbəbimsən. Sevgi ilə əhatə elə qız uşağına ağıllı olsun. Ne üçün? Çünki sevgi ilə əhatə eləməyəndə nəfsi təhrik olur, nəfs də ağla təsir edir, ağılsız addımlar atır. Nəfsiniz məhəbbətlə aram elə. Məhəbbət olmasa nəfsi təhrik olacaq, məhəbbət dilənçisi olacaq. Ağlı işləməyəcək, tez tora düşəcək. Bir dənə xoş sözə ona göstərəcək, gör oğlan mənə nə yazıb, buna göstərəcək. Ağıl yoxdur da ona görə. Çünki məhəbbət görməyib. Evdə ki görməyib, başqasından bir balacasını görən kimi azacaq yolunu. Yoldan azmasa da səhv qərarlar verəcək. Tora düşəcək.